biz qınanmaqdan qorxuruq. Qınansaq Qınanmaqdan və yaxud da hissləri ifadə etmək bizdə əksərən, əlbəttə həmişə hamıya aid deyil, yəni deyirəm, ümumiləşdirmirəm. Əksərən zəiflik olaraq anlatılır. Yəni sən emosional olsan, hisslərini çox bildirsən, məsələn, ata düşünür ki, mən övladımı, oğlumu tutaq ki, çox qucaqlasam, oğlan deyə o kişidir. Necə yəni mən ciddi davranmalıyam ona. Zaten ciddisən də, axı o sənin övladındır. Çünki bizim necə davranmamız övladlarımıza gələcək, bu nəsil zənciri deyilən bir şey var da, əminəm ki, eşitmisiniz bu barədə. Yəni nəsildən nəsilə bizdə təkcə bizim fizioloji elementlərimiz ötürülmür. Bizim daxili amillərimiz, həll etdiyimiz, həll etmədiyimiz hər biri, bəli, müəyyən bir faizlə, müəyyən bir o sıralama ilə artıq o yaradanın verdiyi bir qərarda necə, bu sıralama ilə ötürülmə baş verir.